Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə 9-cu sinif vəsaitindən 2 mətn tapşırığı işləyəcəyik. Nəzərinizə çatdırım ki, mətnimiz 24-cü səhifədən başlayır. 24-ə qədər olan bütün mətn və digər sualların izahı kanalımızda mövcuddur. Bugün B variantında yer alan cavab və Maarif fədaisi mətnlərini sizlə bir yerdə işləyib müzakirə edəcəyik. Bilirsiniz, özüm üzərində öncədən oxuyub işləyirəm və sonra sizə izah edirəm. Vaxt getməsin deyə bir də bunu oxumayacağım, birbaşa izaha keçid edəcəm. Deyir ki, çərçivə daxilində verilmiş parçada hansı söz yaxud ifadəni mətnə açar söz kimi işlətmək olmaz. Mətnin açar sözü nə olmalıdır dəyərli şagirdlər? Mətnimizin adı cavab mətnidir və burada biz mətnin girişində belə bir məlumat alırıq ki, İranda Azərbaycan xalqı milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən milliyyətcə Azərbaycanlı alim Yəhya Zəkaya. Deməli, bu cavab adlı şeir nümunəsi Yəhya Zəkaya ünvanlanıb və Yəhya Zəka satqın öz xalqına, millətinə dönüş çıxan bir milliyyətcə Azərbaycanlı olan şəxsdir. O, farsları tərifləyir və farslardan yanadır və düşünür ki, Azərbaycan xalqı bir xalq olaraq mövcud deyil, o, farsların tərkibindən çıxmış ayrıca bir qruplaşmadır. Belə olan halda təbii ki, Yəhya Zəkaya verilən məktubda biz onun şair tərəfindən bu ittihamlarının əsassız olduğunu sübut edildiyini görürük və eyni zamanda əsəri yazan Bəxtiyar Vəhabzadə Yəhya Zəkaya kimliyini xatırlatmağa çalışır, onun deyək ki, öz kimliyini unutduğunu və necə satqın bir insan olduğunu onun birbaşa üzünə deməkdən çəkinmir. Demək ki, verilmiş hissəyə gəlin nəzər yetirək, verilmiş hissədə nədən danışır? Deyir ki, özgə qapısına daş atan azğın, sən özgə daşını özünə atdın. Özgəyə qənimi çox eşitmişik, özünə qənimi sən mi yaratdın? Nədir bu böhtanlar, bu uydurmalar? Demək ki, verilmiş nümunəmizdə bizim açarımız ümumi mətnə nəzərən nə ola bilər? Özünə qənim, bəli. Bu insan öz xalqına qənim olmaqla özünə də qənim olmuş olur. Böhtanlar atdığını nəzərə alsaq Yəhya Zəkanın, bu da mətn üçün əsasdır. Özünə atılan daş da nədir? Öz xalqına, özünə edilən pisliyi burada bildirir. Uydurmadakı böhtanı götürsən, uydurmada düzdür, zaten eyni yerə gəlib çıxır. Amma özgə qapısı mətn üçün əsas söz kimi dəyərləndirilə bilməz. Çünki biz burada özgə qapısını pisləmirik. Biz burada özgə qapısına pənah gətirib, öz qapısından uzaqlaşan, öz milli kimliyindən uzaqlaşan birini pisləyirik. Yəni, başqaları burada müəllif demir ki, farslar pisdir. Müəllif Yəhya Zəkanın pis olduğunu deyir ki, o pisdir ki, gedib farslara pənah durur, ancaq ki, öz xalqını unudur. Pis olan xalq deyil, pis olan bu cür Yəhya Zəka kimi insanlardır. Ona görə özgə qapısını biz bu mətnə niyə açar götürək ki? Lazım deyil. Sonra deyir, altından xətt çəkilmiş sözün konteksə uyğun mənasında işlənən cümlə. Altından xətt çəkilmiş sözümüz əyilmək sözüdür. Mətndəki nümunəsinə gəlin. Biz nəzər yetirək, görək haradaydı o ifadə? Aha, bu hissəyə gəlin, baxaq. Deyir ki, sənin şanın hanı, şərəfin hanı, əyilmə özgəyə öz mənzilində. Buradakı əyilmək ifadəsi nə məqamda işlənib, gəlin baxaq. Əyilmək ümumiyyətlə bu cümlədə məcazi mənadadır. Sitayiş etmək, səcdə etmək, baş əymək mənasındadır. Eyni zamanda başqa bir məcazi mənası da var, o da incimək, küsməkdir. Deyir, sən dostundan niyə əyildin, yəni niyə küstün? Bu mənanı çoxları bilmir, lüğətdə ancaq baxsaz bu da mövcuddur. Sadəcə bizə lazım olan mənası birinci qeyd elədiyim sitayiş etmək, kiminsə qabağında baş əymək, məcazi mənada. Bu cür. Biri var ki, məsələn, hökmdarın hüzurunda həqiqətən hər hansı bir şəxs başını əyir, boynunu bükür, səcdə edər kimi. Bu mənada demirəm. Amma məcazi mənada əyilməkdən danışırsansa və sən burada əyilmə prosesini icra etmədən kiminsə nəyinəsə baş əyirsənsə, məsələn, pulun qabağında əyilmək. Belə bir nümunədə bu nədir? Məcazidir. Pulu qoyub qabağında səcdə eləmirsən ki, məcazi mənada əyilmək. Deyir, ağacın budaqları ağırlıqdan əyilmişdir. Ağacın budağı həqiqətən əyilə bilər, bu həqiqi mənadadır. Artıq günəş üfüqə doğru əyilmişdir. Baxın, günəşin və ya ayın əyilməsi lüğətdə həqiqi mənada götürülür. Bu qəribədir, çoxları bunu bilmir. Yəni, günəşin batmağa doğru getməsi
həqiqi məna hesab olunur. Daha sonra ucuz şöhrətlərə əyilmərəm mən. Şöhrəti qabağına qoyub əyləsi deyil ki, şöhrət nədir? Mücərrəd bir anlayışdır, düzdürmü? Və belə olanda bu əyilmək sözü mətndəkindən fərqlənmir, məcazidir və uyğundur. Pəhləvan güc verdi, dəmir əyirdi. Həqiqətən də bunun dəmir olduğunu düşünün. Pəhləvan güc verib bunu əyir. Düzdürmü? İndi qırmayaq qələmimizi. Bunu əymək mümkündür. Pəhləvanın dediyi dəmirdirsə. Əyilib yerə diqqətlə bir də baxdı. İnsanın hər hansı bir şeyin qarşısında həqiqətən əyilməsi, dizlərini qattalayaraq. Bu nədir? Bunlar həqiqi mənadadır. Demək ki, doğru cavabımız nədir? C variantı. Əyilmək sözünün məcazi işlənməsinə nəzər yetirdik və bir çox leksik mənasını öyrəndik. Sonra deyir ki, doğru və yanlış cavabları müəyyənləşdirin. Deyir, Yəhya Zəka öz əslini, kökünü dandı. Bəli, mətndə biz bunu öyrənirik ki, o gedib farslara qısılıb, öz xalqını unudub. Bunu doğru olaraq işarələdi. Zəif insanlar yad təsir altına düşürlər. Bəli, məsələn, Yəhya Zəka zəif insan idi ki, yad təsir altına, yəni farsların təsiri altına düşür. Son peşmanlıq fayda verdi. Burada bir peşmanlıq görülmür. Yəni, Yəhya Zəkanın peşman olduğunu biz mətndə görmürük axı. Deyək ki, fayda verdi və ya vermədi. Bu səhv. Yəhya Zəka gec-tez həqiqəti dərk etdi. Bu barədə mətndə məlumat yoxdur ki, o sonradan əqidəsini düzəldibmi, düzəltməyibmi? Doğma dilini dananlar cəzalarına çatdılar. Bu da düzdür, mətndə bu haqda məlumat var. Məsələn, doğma dilini danan kim idi? Yəhya Zəkanın özü. Müəllif bu haqda deyir ki, tarix şillə kimi çəkdi üzünə özgədən aldığın o alqışları. Fikir ver. Demək ki, o dərsini alıb artıq. O düzəlib artıq. Düzəlib deyəndə ki, yəni dərsini alıb da, indi düzəlib, düzəlməyib, hələ də farsları tərifləyir, tərifləmir. Bu haqda bizim məlumatımız yoxdur. C variantı düzgün sıxım olacaq. Daha sonra deyir ki, mətndə dalğalı xəttin yerinə hansı misralar yazılmalıdır? Baxın, mətnimizdə dalğalı xəttimiz hardadır? Bu hissədədir. Biz burada bu hissəni hardasa bu həcmdə oxusaq, bunun yerinə nə yazılmalı olduğunu aydın görərik. Gəlin oxuyaq və qərarımızı verək. Deyir, qarğa qabağında sərçəyə döndün. Ey sözündən əmin, özündən razı, yalanı söylədin kimin adından? Ananın laylası, atanın sazı, babanın ocağı çıxdı yadından. Elə yaşasın ki, el ona pənah, o da el obaya bir dayaq olsun. Kim elə yaşasın? Gəlin, baxaq. Deyir, mən yaxşı bilirəm məqsədin nədir, uydurma tarixin məramı nəymiş? O hissəyə uyğun deyil. Yerinə qoysaz, baxa bilərsiniz. Siyasət fitinə, könülsüz, naçar, zaman oynasa da tarix oynamaz. Yenə eyni şey. Yəni, yerinə qoyub da yoxlamaq olar dalğalı xəttin. Zamanın süzgəci narından narın, keçirir hər sözü neçə ələkdən. Zamandan danışmırıq. Anan duasında dedi, ya Allah, balamın həmişə üzü ağ olsun. Bax, burada gəlin bu hissəyə qoyaq. Deyir ki, ananın laylası, atanın sazı. Sonra deyirsən ki, anan duasında dedi, ya Allah, balamın həmişə üzü ağ olsun. Elə yaşasın ki, el ona pənah, o da el obaya bir dayaq olsun. Fikir verin. Bu hissəyə qoyduğun nümunədə sonra gələn 2 dənə misra bunun ardı kimi səslənir. Ananın duasının ardı kimi səslənir. Və D variantı yerinə qoyduqda tam oturur. Özünə qalacaq uydurmaların gördünmü zirzibil keçə ələkdən. Burada da o hissədə uydurmadan danışmır. Ana-ata məsələsi, soykök məsələsinə toxunulduğu üçün bunu düz qəbul etməyəcəyik. Daha sonra deyir ki, Yəhya Zəkaya aid olanları yazmaqla klasteri tamamlayın. Yəhya Zəka necə insan idi? Deyir ki, doğma dilimizə böhtanlar atır. Mən yazmışam ki, öz əslini, keçmişini unudub, sonra öz tarixi haqqında yalan söyləyib, yəni Azərbaycanın tarixi Azərbaycanlı olaraq yalan söyləyib, özgələr əlində oyuncaqdır yazıb, yaza bilərik ki, başqalarının əmrlərinə tabe olub, hansı ki farsların yanında gəzirmiş, el oba üçün utanc yeri idi. Bəli, utanc qaynağı idi. Çünki həqiqətən də Bəxtiyar Vahabzadə bu şeiri yazarkən biz görürük ki, ondan utanırdı və bunu dilə gətirirdi. Altından xətt çəkilmiş misralarda şair nə demək istəyir? Altından xətt çəkilmiş misralarda deyir ki,
Qorqud öz dilində nəğmə qoşanda Sədinin qəzəli yaranmamışdı. Baxın, Qorqud deyəndə Dədə Qorqud, Sədi deyəndə də Sədi Şirazi nəzərdə tutulur. Sədi Şirazi fars şairidir. Dədə Qorqud öz ana dilimizdə dastan, şeir qoşarkən fars şairlərindən olan Sədinin şeirləri, yazıları hələ yox idi. Beləcə, Azərbaycan ədəbiyyatı daha qədim köklərə malikdir, demək istəyib şair. Sonra keçək növbəti sualımıza. Deyir ki, sizcə şairin hiddətlənməsinin səbəbi nədir? Şair ona görə Yəhya Zəkaya hiddətlənir ki, sapı bizdən olan baltaların, yəni Yəhya Zəka kimilərin Azərbaycan xalqının adına ləkə gətirməsi və xalqımızın milli kimliyimizi danması. Bax, şairi əsəbləşdirən, hiddətləndirən məsələ bunlardır. Sonra deyir, mətnin sonuna nəsrlə. Baxın, nəzm şeir deməkdir. Nəsrdə adi yazı cümlə forması. 2-3 cümlə əlavə edin və onu genişləndirin. Biz bu hissədə nədən danışdığını görürük. Deyir, qatma yad mayası sən öz nehrənə, söymə təndirinə, söymə təhnənə, özgə məhləsindən sən öz məhlənə, belə cani dildən ulama Yəhya. Deyə bilərik ki, ona məsləhət üçün, Yəhyaya məsləhət üçün, sən unutmamalıydın ki, başına iş gəldikdə sənə qucaq açan yadlar yox, öz doğma xalqın olacaq. Bu cür adla ömür sürmək insan üçün ən böyük ləkədir. Sonra, yalan ayaq tutar, amma yeriməz, atalar sözü ilə bağlı mühakimə tipli mətin yazın. Yazmışam ki, yalan müəyyən bir müddət uğur qazana bilər, lakin uzun müddət davam gətirə bilməz. Həqiqət gec-tez üzə çıxır və yalan danışan insan etibarını itirir. İnsanlar dürüstlüyə daha çox dəyər verdiyi üçün yalanla qurulan hər hansı bir münasibət və ya iş sonunda uğursuzluğa düçar olur. Buna görə də qısa müddətli qazanc üçün yalan danışmaq yerinə həqiqəti söyləmək daha məqsədə uyğundur. Düzlük və etibar insana uzun müddətli uğur və hörmət qazandırır. Beləcə, bu mətn tapşırıqlarını biz yekunlaşdırdıq. İndi isə rahatlıqla keçid edə bilərik hara? Digər mətn nümunəsinə. Maarif fədaisi. Növbəti mətnimizdə ilk sualda deyir ki, mətndə hansı suala cavab yoxdur? Gəlin həmin o cavabsız sualı tapaq. Deyir, Azərbaycanlı seminaristlərin gələcəyi necə görünürdü? Giriş hissədə bu barədə məlumat var. Deyir, Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək, yəni gələcək zamanda deyir. Onlar ana dillərində dərsliklər yazacaqlar, bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bugün mənim elədiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir Azərbaycanlı seminaristin simasında görürəm. Deməli, gələcəklə bağlı Aleksey Osipoviçin fikirləri verilib. Aleksey Osipoviç Çernyayevski kim idi? O maarifçi idi, müəllim idi, müəllimlərin müəllimi idi. Eyni zamanda Azərbaycan təhsilinə töhfə verən maarifpərvər insan idi. Seminariyanın Azərbaycan şöbəsi necə açıldı? Bu barədə məlumat var ki, deyir, 1879-cu ilin mayında Gürcüstanın Qori şəhərində fəaliyyətə başlayan Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsinin açılması üçün Qafqaz canişini bir təhəl yola gətirilmiş. Çernyayevski Azərbaycan şöbəsinə inspektor təyin edilmişdi. Deməli, razı salınıb, güc-bəla ilə olsa da. Deyir, tələbələr Çernyayevskini necə xatırlayırdılar? Digər tələbələrin Çernyayevski, Aleksey Osipoviç haqqında heç bir fikri mətndə öz əksini tapmır, bunun cavabı yoxdur. Çernyayevskinin təhsilə önəm verməsinin səbəbi nə idi? Belə ki, o istəyirdi ki, hər kəsi nə görsün? Maariflənmiş kimi görsün. Mətni oxuduqda bunu rahat cavablamaq mümkündür. Deyir ki, çərçivə daxilində verilmiş parça ilə neçənci abzası genişləndirmək olar? İftixar edirəm ki, Vətən dili kitabını müsəlman balaları üçün mən tərtib etmişəm. Bu kitab vasitəsilə təkcə Qori seminariyasında deyil, ölkənin bütün qəzalarında olan ibtidai Rus-Azərbaycan məktəblərində uşaqlar savad öyrənirlər. Bu bir nə nümunəsidir, nitq nümunəsidir və mətnin sadəcə bir abzasında, yəni birinci abzasda mən nitqi görürəm. Çernyayevskinin nitqinə bunları da əlavə etmək olar, çünki bu sadəcə bir insanın danışığıdır və salam. Sonuncu abzasdakı fikrə uyğun olaraq mətni necə tamamlamaq olar? Deyir ki,
Qoridə açılan məktəbin məqsəd və məramını açıqlayırdı. Nəhayət istədiyinə nail olmuşdu. Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Lənkərandan Teymur bəy Bayranbəyov, Rəşid bəy Əfəndiyev, Qazaxdan İsmail ağa Vəkilov və Məmməd ağa Şıxlinski seminariyanın Azərbaycan şöbəsinin fəaliyyətinə böyük dəstək göstərdilər həmin şəxslər. Təsis etdilər deyə bilməzsən. Təsis etmək yaratmaqdır. Zaten Azərbaycan şöbəsi canişin tərəfindən yaradılıb. O şəxslər tərəfindən yaradılmayıb ki. Şöhrətləndirdilər. Azərbaycan şöbəsini şöhrətləndirdilər. Fikir verin, qrammatik cəhətdən bu ifadəni yerinə qoymaq olmur. Çünki şəkilçilər düzgün əlaqəyə yaranmasına imkan vermir. Qazaxa köçürdülər. Belə bir fikir deyilə bilməz. Əla qiymətlərlə bitirdilər. Bu şəxslərin buranı bitirməsindən danışmır. Azərbaycan şöbəsinin əla qiymətlərlə bitirdilər deyəndə yerinə qoya bilirsənmi? Xeyr, qrammatik forması icazə vermir. Klasteri tamamlamaq üçün verilənlərdən biri səhvdir. Azərbaycanlıların istedadına inanırdı. Düzdür, giriş hissədə bu barədə məlumat var. Müəllimlərin müəllimi mollaların qənimi idi. Bu da düzdür. Çünki mollalar onu gördükdə deyir Allahu Əkbər deyib 3 dəfə salavat çevirərdilər. Müəllimlərin də müəllimi olub, çünki müəllimləri ilk yetişdirənlərdən biri onun məhz özü idi. Sonra deyir, Azərbaycanlılar üçün məktəb açdırmışdı, düzdür. Milliyyətcə Azərbaycanlı idi. Bu, ümumiyyətlə yanlış fikirdir, çünki əsas hissənin birinci abzasında mənə deyir ki, milliyyətcə Rus. Demək ki, səhvdir. Altından xətt çəkilmiş sözün konteksti uyğun mənasında işlənmiş nümunə hansıdır? Altından xətt çəkilmiş sözümüz dəyərli şagirdlər yetişmək sözüdür. Deyir, Azərbaycanlıların görkəmliyi, maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. İndi gəlin yetişmək sözünü müzakirə edək və fikir bildirək. Yetişmək feili burada püxtələşmək, təcrübə qazanmaq, bişmək, yetkinləşmək mənasındadır. Yəni bir yerdə məsələn sən yetişirsənsə deyirsən ki, bu filan məktəbin yetirməsidir, yəni orada yetişib. Belə olanda orada formalaşmısan, orada təcrübə qazanmısan kimi başa düşülür. Və variantına baxın, deyir, bu mərtəbəyə döyüşlərdə yetişərək çatmışıq. Filan mənəvi bir mərtəbə, məsələn, binanın mərtəbəsi demirəm, hər hansı bir vəzifəyə, hər hansı ali bir ada çatmaq, yetişmək mənasında, deyir, bu döyüşlərə yetişərək çatmışıq. Yəni, püxtələşmişik, günü-gündən təcrübə qazanmışıq və bu səviyyəyə gəlib çatmışıq. Digərləri niyə olmur? Abşeronda da daha çox zeytun yetişir. Burada bitmək mənasındadır, bitki haqqında istifadə olunur adətən. 3 gün əvvəl məktub sahibinə yetişdi, yəni çatdırıldı, çatdı. Meyvələr yetişəndə yığıb sənə göndərərəm. Meyvələrin dəyməsi, yetişməsi mənasındadır. Yəni yeyilməli vəziyyətə gəlməsi. Gecədən xeyli keçmiş qatar stansiyaya yetişdi, bu da çatdı mənasındadır. Fikir versəz, A-dır, B-dir, C-dir, D-dir. Bu məqamda işlənənlər tamamilə həqiqi mənadadır və biz bunu deyək ki, bu cür qəbul edə bilərik. Variantında verilmiş fikir isə püxtələşmək, təcrübə qazanmaq, bişmək, yetkinləşmək mənasında işlənən yetişmək sözüdür. Mətndəki ilə tam uyğun olan sadəcə variantıdır. Sonra keçid edək açıq sualların ardına. Deyir ki, mətnə əsasən Çernyayevskinin şəxsi keyfiyyətləri barədə fikir yazın. Şəxsi keyfiyyət deyəndə siz sifətlərdən istifadə edə bilərsiniz. Deyirəm ki, Aleksey Osipoviç fəaliyyəti boyunca Azərbaycanlı uşaqların və müəllimlərin təhsilinə qayğı ilə yanaşmışdı. Bu əməllərinə görə onun xeyirxah, maarifpərvər və əxlaqlı bir şəxs olduğunu qeyd edə bilərik. Daha sonra deyir, altından xətt çəkilmiş cümlədə 3 ifadə məcazi mənada işlənib, çərçivə daxilinə həmin ifadələri, qarşısına isə kontekstə uyğun izahlarını yazın deyir. Gəlin, baxaq. Demək ki, deyir, Çernyayevski isə bu soyuq münasibətdən nə cana gələr, nə də ruhdan düşərdi. Məcazi olanlar bunlardır. Soyuq münasibət nədir? Soyuq çay olar, soyuq yemək olar. Soyuq münasibət etinasız, riqqətsiz, laqeyd münasibət deməkdir. Cana gəlmək frazoloji birləşmədir, bezmək, usanmaq deməkdir. Ruhdan düşmək isə bədbinləşmək, həvəsi olmamaq deməkdir. Elmli olan güclü olar fikrini mətndən əlaqələndirib fikrinizi yazın. Elmli insanlar cahil insanların qorxu mənbəyidir. Aleksey Osipoviç öz fəaliyyəti ilə mollaların, cəhalətdə yaşayan xalqın qəlbinə qorxu salmış, elmin gücü ilə onların üzərində üstünlük qurmuşdu. Mətndə bu barədə məlumat var.
Deyir, mətndə məzmuna uyğun olmayan bir cümlə işlənib, həmin cümləni tapın, deyir. Baxın, burada deyir ki, bu hissədə nədən danışır? Deyir ki, maarifə təhsilə bu qədər önəm verən Çernyayevski Azərbaycan müəllimlərinin böyük bir dəstəsinin müəllimi olub. Sonra da deyir ki, 1918-ci ildə Qoy seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürülür. Hələ Azərbaycan şöbəsi, bölməsi hələ burada açılacaq. Burada deyir, artıq onu başqa yerə köçürürlər. Bunun heç yeridirmi? Heç Hənanın yeridir? Yox. Onun orada işlənməsi düzgün deyil. O cümləni bura yazırsınız. Cəmiyyətin rifahı üçün çalışanlar xoşbəxtdirlər mövzusunda verilən həcmdə mühakimə tipli mətn yazın. Cəmiyyətin rifahı üçün çalışanlar gördükləri işin faydasını hiss etdikcə daxili məmnunluq yaşayırlar. Onların xoşbəxtliyi yalnız öz rifahlarını deyil, başqalarının da həyatını yaxşılaşdırmaqdan qaynaqlanır. Aleksey Osipoviç də bu rifahı dadmışdı. Ümid edirəm, aydın anlaşıqlı oldu.